Salam əziz dostlar, bugün mən sizə 7-ci siniflərin güvən nəşriyyatına düşən Azərbaycan dilindən sualların izahını verəcəm. Burada sualların izahı mətinlərlə əsas qrammatika izahını verəcəm. Sonra növbəti testlərimizdə də mətnlərin izahını verəcəm. Deməli, buradan birinci qayda ilə başlayaq. 7-ci sual. Deyir, bucaq ölçən sözündə hansı samit səs işlənməmişdir? Əgər bizdən samiti soruşursa, biz birbaşa bu bucaq ölçəni nə edəcəyik? Tələffüzə keçirəcəyik. Olacaq bucaq ölçən. Buradakı q necə oldu? Q kimi. Niyə? Q samitindən sonra saitlə başlayan söz və yaxud da şəkilçi gələrsə, şəkilçi gələndə bu q tələffüzdə uşaqlar q kimi olacaq. Aydındırmı? Ona görə də burada hansı samiti olmayacaq? B samiti olmayacaq. 8. Deyir, hansı sözlər tələffüz şəklində verilmiş sözlər, deyir, hansı cümlədə tələffüz şəklində verilmiş sözlər qayda əksini tapmamışdır. Yəni, qayda nədir? Deyir ki, bu n samiti, m samitindən əvvəl gələndə n samiti m kimi tələffüz olunur. İndi deyir, bu qayda hansı sözdə yoxdur. Bu o deməkdir ki, m kimi yazılan, m kimi tələffüz olunan sözü tapacağıq. Sözü nə edirik? Tapacağıq. Yəni, bu qaydanın istədiyi bizdən budur. Cavab elə uşaqlar pambıqdır. Hanbal n ilə yazılır. Zanbaq n ilə yazılır. Könbə n ilə yazılır. Gedirik növbəti yuxarı qalxaq suallarımıza. Məsələn, 9-cu sual. Deyir ki, yanlış fikri seçin. 4 adam birləşməsinin birinci tərəfi, yəni bu 4 sözü səs və hərf tərkibi fərqlənmir. Bəli, çünki d samitindən sonra adam ismi gəldiyinə görə bu d samiti elə d kimi də tələffüz olunacaq. Amma 4 dost olmuş olsaydı, buradakı 4 sözü olacaqdı 4 kimi. Amma burada adam olduğuna görə burada yanlış deyil, doğrudur. Qonaqlar sözündə q samitinin kar qarşılığı işlənib. Q samitinin kar qarşılığı nədir uşaqlar? X-dır. Q-dan sonra da samit gələndə bu qayda baş verir. Ona görə də bu tələffüzü olacaq qonaqlar. Ona görə də bu da doğrudur. Moskva sözündə dodaqlanan sait səs işlənməmişdir. Uşaqlar demişdik ki, o saiti vurğu qəbul eləmirsə A kimi tələffüz olunacaq. Moskva sözündə vurğu sona düşdüyünə görə biz ona Moskva deyirik. Bu da düzdür. Niyyət sözündə səs düşümü baş verir? Xeyr. Demişdik ki, qoşa y sözün kökündədirsə dəyişmir. Neynəmir? Dəyişmir. Əksərən. Amma dəyişən əksəriyyətən dəyişmir. Amma bir dəyişənləri də var. Ona görə cavab D variantıdır. Sonra 10-cu sual. Hansı sözdə cingilti qarşılığı olmayan kar samit hansıdır? H. Deyir, hansı sözdə H samiti işlənib? Cavab D. Və burada kar qarşılığı olmayan samitlər var. Hamısı kar qarşılığı olmayan samitlərdir. Amma cingilti qarşılığı olmayan H-dır. Sonra hansı qoşa samitli sözün yazılışı doğru deyil? Tap, bıltı, həf, dəlik, müttəkkə, şaftal olmalıdır burada. Bu doğru deyil. Bunları mən tələffüz formasını belə eləyim ki, siz qarışdırmayın. Burada həftə doğrudur yazılıb. Mən sadəcə tələffüz formasını yazdım. Bu olmalıydı, FT olmalıydı əslində yazışında. Burada FT olmalıydı, amma səhv cavab verim, ona görə D variantı. Bəndlərdən birində hər iki sözün yazılışı ilə deyilişi fərqlənir. Deməli, biz sözləri nə edəcəyik? Tələffüzə çevirəcəyik. Çiyələkdə çiyələk, yığmaqda yığmaq. Orden olduğu kimi qalır. Taxmaqda taxmaq. Armud almaqda armud olduğu kimi qalır. X dəyişir. Tüfəng atmaqda C olduğu kimi qalır. C. Niyə? B, G, C, D qaydasına görə əgər sonu B, G, C ilə bitən sözlərdən sonra saitlə başlayan söz gəlirsə, bunlar elə tələffüzdə G kimi və D kimi necək
qalacaq. Ona görə də, əziz dostlar, hər iki sözün dəyişdiyi cavab A variantıdır. Növbəti sualımıza baxaq. Deyir ki, uyğun bəndi seçin. Bu O yazılmalıdır, burada A yazılmalıdır. Makaron olmaz, bura makaron olacaq. Marafon olmalıdır. Obraz, novella. Uyğun bəndi seçirik. İndi ola bilər ki, bunlar uyğun gələr, buradakılar uyğun gəlməz də. Memarlıq. Görürüz, burada ikisi də A oldu deyə bunu çıxdıq. Orijinal. Burada O oldu. Biri O, biri A olmalıydı. Uyğun gəlmədi, çıxdıq. Homonim. Amonim olmur. Obraz, amonim. Bu da uyğun gəlmədi, çıxdıq. Magintafon demirik. Magintafon deyirik deyə. Cavab nədir? D variantıdır. 14-cü suala baxırıq uşaqlar. Hansı bənddə fərqləndirilmiş sözün yazılışı doğrudur? Burada fən sözü bəlkə bir vaxt elm və fən bərəkətindən bu işlər düzələ. Hisslər təbiət zəkasının təzahürüdür. Burada nə olmalıdır uşaqlar? Sonu eyni cinsli samitlə bitən sözlərə samitlə başını şəkil çıxartanda bu ixtisar olmalıdır. Olmalıydı burada hisslər. Ona görə bu səhvdir. Burada da eyni cinsli samitlə bitir. Burada olmalıydı sirlər. Həddi buluq olmalıydı. Burada əslində düşməməlidir. Həddi hesab olmalıdır. Ona görə bu da səhvdir. Cavab A variantı. Niyə? Çünki bundan sonra nə gəlib? Samit gəlib. Sonra 15. Hansı cümlədə fərqləndirilmiş sözü uzun tələffüz olunan sait yoxdur? Koroğlu axırda bir dəli nərə. Burada nərədir. Bu getdi. Sabahdan başlayaraq ordunun hərəkəti üçün hazırlıq. Burada nə olur? Hazırlıq. Tələffüz formasına yazırıq bura təbii ki. Bunu da tələffüz formasını eləyək ki, çox qarışdırmasın uşaqlar. Sabahdan başlayaraq ordunun hərəkətini hazırlıq. Bunu dedik. Hökumət. Burada nə olacaq? Hökumət. Burada da eyni şəkildə U uzandı. Gərək buğda əkənlər bu ildən zəfəran demirik. Elə birbaşa zəfəran deyirik. Ona görə də cavab nə olacaq? Zəfəran olacaq. Növbəti 16-cı suala baxırıq. Deyir, verilmiş bəndlərdən neçənci misrasına qalın sait işlənməmişdir. Baxın, işlənməmişdir. Mən səndən bir dəstə çiçək istədim. Burada işlənməyib. Birinci misrada işlənməyib. Mənim üçün 4 fəsil yaz. Burada A işlənib. İkinci cümlədə A işlənib. Mən səndən ilhamlı. Burada A işlənib. Üçüncü cümlədə də işlənib. Dördüncü cümləyə baxaq. Sən mənə təb verdin milyon. O qalın saitdir. Getdi. Burada demək ki, cavab hansıdır? B variantı. 17-ci sual deyir ki, verilmiş sxemdə dodaqlanmayan saitləri və cingiltili samitləri saxlayıb, dodaqlanmayan saitlər və cingiltili samitləri saxlayıb digər hərfləri silək. Demək, dodaqlanmayan saitlər. Ö dodaqlananda silirik. U dodaqlananda silirik. Cingiltili samitləri saxlayırıq. K kardı silirik. Ş kardı silirik. Ç kardı silirik. H kardı silirik. Burada nə qaldı? Zəngilan. Varmı cavab? Zəngilan. Cavab C variantıdır uşaqlar. Baxaq ki, 18-ci sual deyir ki, hansı sözün nöqtələrin yerinə birinci hecadakı fərqli sait yazılmalıdır? Yəni, burada tələb olmamalı. Burada olmalı tələbat, qonorar, burada odur. Sərəncam, qərərgah oldu. Cavab nə oldu uşaqlar? A variantı. 19-cu sual. Verilmiş sözləri səs və hərf tərkibi arasında fərqli məqamların sayına görə cavab kağızına yazın. Uşaqlar, bunun tələffüzü nədir? Xəstəlik, qənddan. Bunun tələffüzü də maraq. O, 2 dənə oldu. Maraq, belə eləyəm. Maraq, lanmaq. Deməli,
Xəstəlikdə burada 2 dənə fərqli məqam var. Qənddan burada bir dənə fərqli məqam var. Maraq burada 1, 2, 3. Burada da 3 dənə fərqli məqam var. Demək, fərqli məqamların sayını nəzərə alsa olsa, xəstəlikdə 1, qəndanda, xəstəlikdə üzr istəyirəm 2, qəndanda 1, maraqlanmaqda 3 fərqli məqam oldu.